Ağdam rayonu o vaxt bizim en varlı rayonlardan biriydi. İqtisadi cəhətdən çox varlıydı. Çünkü Ağdamın çox gözəl torpaqları var. Ağdamın çox gözəl təbiəti var. Ağdamın çox fədakar, zahmetkeş insanları var. Onlar da bu torpaqdan, bu təbiətdən istifadə edərək şübhəsiz ki, yüksək nailiyyətlər əldə edirdiler. Ve bu yüksək nailiyyətlərə görə də Ağdam Azərbaycanın varlı rayonlarından biridir. Ama elə Ağdamın xüsusiyyətləri bir onun maddi cəhətdən varlı olmağından ibarət deyil. Ağdam Azərbaycanın inkişafında çok büyük rol oynamıştır. Ağdamla olan insanlar Azərbaycanın elmini, medeniyetini inkişaf ettirmiştir. Azərbaycanın devlet organlarının yaradılmasında, inkişaf etmesinde faal iştirak etmişler. Ona göre de Ağdamlılar fəxr edə bilərlər ki, onların böyle güzel bir diyarı var. Güzel bir şehirleri olubdur ve ondan da güzel olacaktır bundan sonra. Ve biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağız. Yaşasın Ağdam, yaşasın Azərbaycan.